Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bu günləri sizlərlə çox gözəl bir vloqla qarşınızdayıq. Bu günləri yeni zalımızda yeni il şənliyinə görə yeni il yolkası quracağıq. İzləmədə qalın. İndi gedirəm Rəfiqəni hal-hazırda götürməyə. Gəlmişik maşınımızın yanına. Gedirəm Rəfiqəni götürəm. Oradan da gedəcəyik Sədərəyə. Davamını birazdan izləyərsiniz. İndi hal-hazırda evdən çıxdıq uşaqlar. Gelirik Rəfiqə balamızı götürməyə. İnşallah onun da kanalında bu vlogdan olacaq. İnanıram ki, bəyənəcəksiniz. İstəyərəm çoxlu vloglar çəkim. Sadəcə tək olduğuma görə, yanımda bir köməkçi olmadığına görə, zalımı idarə edən olmadığına görə, tək özüm olduğuma görə bacardığım qədər, yəni əlimdən gəldiyi qədər sizlərə vloglarla sizlərin qarşısında olacağam. Sadəcə yenə deyirəm, tək olduğuma görə, çatdıra bilmədiyimə görə gec vloglar atıram. İnşallah zamanla düzələcək Allahın izni ilə. İnanıram ki, bu vlogumuz qəşəng olacaq və maraqlı olacaq inşallah Allahın izni ilə. İndi yoldayıq, məhəllədən çıxıram. Gedirəm neftçilərdən Rəfiqəni götürəm. Görüşərik. Gəlmişik uşaqlar zapravkaya. Deməli benzinimiz indi hal-hazırda baxıram ki, azdır. Yəni yolda qalmayaq. Sizə görə yəni vlogumuz yarımçıq qalmasın deyə məcburam ki, benzin vurum. Həm də bu soyuq qışda yolda qalmayaq. Hal-hazırda gəlmişik Lükola. Benzinimizi vuraq, sonra yolumuza davam edək. Getdik. Uşaqlar. Benzin vuruq maşınımıza. Buradan göstərim sizə. Davam eləyəcək yolumuza, Xırdalan kruqundayıq. Uşaqlar, indi yoldayıq, 20 yanvar tərəfə gedirik. Dedim, biraz sizlə söhbət edeyim. Deməli, istəyirəm ki, hər kəs, bütün tələbələrimdən xahiş edirəm, hər kəs yorumda özün bildirsin. Kim müəllimini daha çox istəyirsə, yorumda qəşəng səliqəli, ürək sözlərini, müəlliminə olan sevgisini yorumlarda bildirsin. Hər birimizin yorumu mənim üçün dəyərlidir. Tələbələrimdən də əlavə bütün izləyicilərimdən, burada məni sevənlərdən, tələbələrimi sevənlərdən hər birini yorumda gözləyirəm. Hər biriniz inşallah yorumda hər birinizin yorumunu oxuyacağam. Ürək sözlərinizi yorumlarda yazarsınız. Yaxşı? Özünüzə yaxşı baxın. Davamı gəlir. Narahat olmayın. Uşaqlar, indi hal-hazırda gəldik Rəfiqən məhəlləsinə. İndi Rəfiqəni gözləyirəm. Onu götürüm. Gedirik ara Sədərəyə yol qalmağa. Bugün gedirik Sədərəyə. Niyə gedirik? Zalımızı bəzəməyə. Həli, gedirik uşaqlar qəşəng yolka. Bu maraqlı bir vlogla sizin qarşınızdayıq. Getdik. Uşaqlar, indi hal-hazırda Sədərəyə yolundayıq. Biraz probkalar vardı, çəkə bilmədim. Gedirik. Az qalmışıq. Uşaqlar, hal-hazırda artıq uzun probkalardan sonra artıq Sədərəydəyik. Gəlirik videomuzun ən maraqlı hissəsi ilə. Baxın, indidən yeni il hava-havası yaranıb. Çox gözəl, çox qəşəng şeylər, gözəl mənzərəsi var. Buna baxın bir dənə. Süperdir, süper. Rəfiqə, hansı yaxda baban bəyəndi? Hansı? Məncə bu. Səncə işlədir? Kimə oxşuyur bu? Sadiqə oxşuyur. Sadiqə oxşuyur elə. Gəldik yeni il yolkası seçməyə. Baxın, bu qədər yolkanın içində biraz zalımızın patologunu az, eliyimizi acıqlayaq. Bu yolka bu olur. 2 saat gəzdik, tapdıq. Görün nə gözəl yolkadır. Məncə gözəldir, indi bunu bəzəməyə etabına keçəcəyik. Uşaqlar, siz də gözəlsə fikirlərinizi bildirin. Çox qəşəngdir. Uşaqlar, gözəl qırmızı oyuncaq falan alırıq, taxarıq üstünə. Yolkamızı aldıq, indi gəlmişik işə götürməyə. Seçdiyimiz işi budur məncə, çox qəşəngdir. Şöyle əslində ağa müəllim qara dedi, amma yolkamız ağ olduğu üçün qara uyğun gəlməyəcək. İndi bunu götürdük, bundan sonra keçəcəyik şariklərə. Böyle güzel şeyler var. Geri şarkı almalı.
Uşaqlar, o qədər çox çeşid var ki, bilmirik hansını seçək, hansını alaq. Çeşidlər çoxdur. Amma bizim elə bir zövqümüz var ki, çox qəşəng yolka quracaq, axırda baxarıq. İndi seçək, təzədən sizdən görmüşdük. Uşaqlar, elə bir yolka bəzəyirik ki, Azərbaycanda belə bir yolka yoxdur. Gəl bambusun. Dəfə bir dənə təqdim elə. Bəli uşaqlar, bir dənə buna gördüyünüz kimi həm zərli, həm sadə, həm belə bulurlusu da Həm var. masası var, həm zəllisi var, həm də bəzəylisi var. Bir dənə bundan götürdük. Bir Bir dənə də uşaqlar, onun qızılı rəngi eyni Allah, şəkildə. bismillah. Burada qoyarsınız, hayat çəkirtir, hepsi var. Qoyaq. Bir dənə də bundan götürürük uşaqlar. Burada da eyni şəkildə uşaqlar bulurlu, normal sadə, bir də qızıllı, bir dənə də yenə belə sarılı, zərlisi. Gedirik zalımızı bəzəməyə. İkinci bunların yanında xrustallar seçmişik. Gəl. Xrustal dedikdə, yəni ağlımıza ilk gələn nədir? Buz parçaları. Bəli, onlar bir şey yolkamızı asmaq üçün yolkamızı təşkil belə çox gözəl göstərir. Bəli. Məncə çox maraqlı bir yolka olacaq zalımızda. Görüşərik yenidən. İki dənə zalın çəkilişin arxasına belə nətər dəstə. Əladır. Mən seçdim uşaqlar, ikisini də mən seçmişəm. Süperdir məncə. Ayaqladır. Bir dənə də zəl götürdük. Bəli. Ağa müəllim mənim zövqümü bəyəndiyi üçün, yəni Bəyəndinizsə. bunu da mən seçmişəm. Mənim da deyildi bu da. Sən bura bəs nəyə görə gətirmişəm qız? Seçməyə. Bunu mən seçmişəm. Uşaqlar, bu video 15.000 like-dan yuxarı gəlsə, daha çox maraqlı vloglar gələcək. Yorumlarda hamıda görürəm ki, çoxlu maraqlı videolar istəyirsiniz, vloglar istəyirsiniz. Ona görə bu video daha çox yorum, daha çox like gəlsə, 15.000 like keçsə, inanın ki, vlogları bundan sonra start veririk, rəşkələnmə. Uşaqlar, aldıq. Yeni il hazırlığımız hazırdır. Şimdi gedirik hara? Gedirik zalımıza, zalımızı bəzəməyə. Görüşənə dək. İndi gəldik, çatdıq Xırdalana. Rəfiqə acıyıb, biz də acımışıq. Rəfiqə mərci alıb müəllimi, mərcisini yeyir. Ki, vlogda yolkanı hazırlayanda çox yorğun olmasın. Dönərlərimiz də gəlir. Yesin, təzədən sizlə bərabər olacaq. Dönərlərimiz də gəldi. Nursanın. Bəyəndin buranı? Bəli, bəli. Yatırdı ne bir ayak üstə. Özvə gəldi. Uşaqlar Rəfiqə çox acımışdı. Buradan çıxıb gedəcəyik yolkamızı qırmağa. Bəli. Uşaqlar, mən bayaqdan sevdiyim şey yemək yeməkdir. Mən yemək yeməyi çox sevirəm. Yemək yeməkdən mutlu oluram. Uşaqlar, indi gəldik, çatdıq, yeməkdən çıxdıq. Əlimizdə veşlərlə gəlmişik rəqs kurslarımıza. Bizim şirin şəkər rəqs kurslarımız. Qapını açacağım, içəri girəndə sizə davam eləyəcək yenidən. Uşaqlar, təmizliyimiz hər şeydən önəmlidir. Gördüyünüz kimi Rəfiqə nə edir? Kulokları qoyur yerə, baxımlı geyinəcək indi. Geyin onu. Nətərdir? Açılır. Ortasını aç. Ay. Təmizliyimiz hər şeydən önəmlidir və vacibdir. Aferin. Buradan çıxanda da bunlarda çöl atmır. Burada yer var, olar. Bəli. Gələ bilərsən. Mənim də burada uşaqlar dayday deyim, yoxsa babalarımızın geyindiyi belə bir şəpiyim var. Çox isti saxlayır, adam heç ayağından çıxartmaq istəmir. Çox da qəşəngdir. Zalda, dərsim olmayanda geyinirəm. Yenidə indi veş-vüşləri salaq içəri, təzədən yenə buradayıq. Hə uşaqlar, gəldik videomuzun ən maraqlı hissəsinə. Bilirsiniz ki, mən indi bilməyənlər də var. Mən yeni il bayramını çox xoşlayıram, çox bəyənirəm. Və ən böyük arzularımdan biri də o olub ki, istəmişəm ki, hər zaman şəxsi zalım olsun və orada yeni il havası yaradır öz tələbələrimlə. İndi bəzi tələbələr var, gələ bilmədi. Rəfiqə ilə həmişə kimi ikimiz yeni il havası yaradacağıq burada. Başlayaq Rəfiqə.
Gel. Uşaqlar şəhşəhləri necədir, onu da yorumlarda bildirərsiniz. Başlayaq. Sınırlanmadı. Elə bir toyuq başı təsvir görün. Açaq. Ya Allah. Bundan gəl. Ya Allah. Məncə çox qəşəngdir və buraya yaraşacaq. İndi bir-bir uşaqlar tək şəkildə olmayacaq. Bir-bir düzəltdikcə sizdən hissə-hissə bölüşəcəm, narahat olmayın. Görəcək. Hə uşaqlar, deməli yolkanın qurulma qaydası bununla əldə ki, D variantı, C variantı, B, bir də A variantı. Düzdürmü? Biraz da açılışda problem zad yaşadıq deyə indi buradan başlayırıq. Deməli D-ləri taxmışıq, səliqəli formada açılışdırdıq. İndi C variantlarını taxacağıq. Və C tax. Bax, burada məsəl üçün C var. C yazılır, baxın burasında yazılır. Bunu taxırıq evdən hal-hazırda. Gelin bu tirindən taxırıq, hadi gelin. Mən taxdım bilmək. Şimdi burada da bir C var. Bunlar sonradan açılacaq. Sonra açırıq. Bunu qoyursan, sonradan səliqəli formada açırsan. Yolka məncə çox qəşəngdir, çox da qəşəng görsənəcək həqiqətən. C-lərdən... Kim bilir, görürsün C-ləri. Baxın demə. Bu nədir? Bu B-dir. B-dir daha gəti yoxdur hələ ki. Amma mən götürdüm də deyilmiş. Baxın demə. Bu nədir? Əvvəl bu götürdüyüm C-dir. Orada biri olmalı bax. C-ni biri taxmış alır. Harman taxdım hər şey. Yerləşdirəcəm. Bunu da belə yerləşdirdik. Nə maraqlı uşaqlar. Bəli. Əlimizdən gəldiyi qədər. C tapdım. Hə. Yerdən. Yəni deyəsən lazımdır. Əlimdəki B-dir. Şurada B-dir. Başqa B-dir. Sonra burada da var. Geri. Hə, axırıncı C-də mən taxıram. Bəli. İndi yavaş-yavaş get o tərəfdən sən aç, mən bu tərəfdən açayım. Birləşdirə bilməmsən. Mən yerləşdirmişim, elə qaldı. Aç. Yavaş-yavaş bax, uşaqlar belə aralayırıq. Səriyyə bax. Bir sağ, bir sol. Bir sağ, bir sol. Bax, belə səriyyənə. Mən düz eləmək bilmirəm. Eləyəcək, narahat olma hamısını. Səriyyənə açacaq. Tələsmədən aç. Yavaş-yavaş. Düz açdım, baxın görün. İndi bir dənə də bu pillənin tutaraq tərəzəyinə sizlərlə qarşınızdayım. Bəli. Hə uşaqlar, deməli yolkamızın 50%-ni hazır eləmişik. Prosta uşaqlar çox çətin olduğundan kameraman da sağ olsun bizə kömək edirdi. Bəzi yerlər, bazardığımız qədər yerləri salırıq. Bu da yolkamızın üstüdür. Yavaş-yavaş yolkamızı tamamlayırıq, qalır bərbəzək. Bunu da salaq. Yavaş-yavaş aç. Səliqənə. Məncə yolkamız çox qəşəng. Həqiqətən qəşəngdir. Mən bu heç anında zala yaraşdırdım, amma orada elə bir ürəyincə deyildi, elə bir məcburiyyətdən almışdım, amma görürəm ki, məncə qəşəngdir. Siz də yorumda bildirərsiniz ki, sizdə qəşəngdir, yoxsa yox. Mütləq, həqiqətən sizin hər bir yorumunuz bizim üçün dəyərlidir. Mən xoşlayıram sizin fikirlərinizi yorumda oxumağı. Xoş sözləriniz üçün də minnətdarım. Yavaş-yavaş keçəcəyik bərbəziyə. Hə, indi əziz izləyicilər, işığımızı demək. Demək, bunu hara quraşdıracağıq? Hə, ora quraşdıracağıq. Otoka, baxın, bu şunurunu ora quracağıq. Şuralar, orada rəzifliyimiz var. Bunu yavaş-yavaş açaq, səliqələ. Ən altdan birinci bunu salacağıq araya. Yavaş-yavaş əqrəb, bax, oradan tut, fırlayacağım səndən tərəf. Oradan biri sallan. Ən altdan. Yavaş. Böyle fırlayacağım.
xeyli aşıq şey var, 50 metre yer aşıq. Hadi gel. Oo, ne kadar kaldı hele. Çok biraz azaldı. Çok kaldı. Doladı. Mehmet yersin değil misin? Bilmiyorum ki. Bayağı bağlamış. Lütfen tekrar. Yavaş yavaş seni gösterəcək. Yürək. Hələ ki doluyum. Uşaqlar, deməli, bir an gördüyünüz kimi fırra ki fırlayasan, 50 metrlik ışıq olduğuna görə fırra ki fırlayasan, yetim rəfiqəmdən anlamaq uşaqlar. Uşaqlar, kimin gücü nəyə çatır zəhmət olmasa 5-dən 3-dən kart ödəməsi bəzi. Rəfiqəmin əsasına başlamaq. Hər nəysə. Uşaqlar, deməli, şeydir, bu ağa müəllimlə birinci doladığımız şeydir. Işığı yandırdıq, baxdıq, heç qəşək deyildi. Sonra mən ağa müəllimim ki, ağa müəllim, siz gəlin oturun, mən özüm dolayaram. Başladım da. Başıma baxın. Hər nəysə uşaqlar, rəfiqə düz deyir. İndi baxın, işıqları yandıracağım. Uşaqlar, indi bir dənə kamera çək. Hələlik söndürmədən, telefonu bir dənə yuxarı qaldır. İzləyicilərimizə sürpriz edəcəyik. Hazırsınız uşaqlar, mən deyəndə salarsan. 3, 2, 1, fokus! Nə gözəl. Həqiqətən, çox qəşəng oldu, çox qəşəngdir mənzərə. Biraz bu tərəfdən belə çevirik. Bu mənzərəni də telefondan özümdə görmək istəyirəm. Bu gəlim yanında baxın hələ. Özüm nəfə görsənir. Ulduzumuzu da qoysan elədir. Deyəm, bunun biraz rəngləri biraz da bu biraz da şeyliyim. Deyirəm. Baxın hələ, bir dənə özümdə baxın. Gözlərindən göz alay Allah. Hə, əziz izləyicilər. Bu mənzərə üçün nələrimi verməzdim, nələrimi. İndi başlayırıq yavaş-yavaş şariklərimizə, ondan əvvəl şariklərimizi hazır eləyək, təzədən sizinlə görüşəcəyik. Öpürəm sizi. Həqiqi volkamıza uyğun şariklərimiz həqiqətən çox qəşəngdir. Tam İngilis sayağı, valla yenə də deyirəm. Həqiqətən bu zalda nə bilim, elə biləm ki, Azərbaycanda yoxdur. Hələ belə bir yolka, belə bir quruluş, nə bilim. Sonra şala belə. Düz demirəm, rəfiqə. Çox qəşəng yolka olacaq. Baxın, indi quraşdırıq yavaş. Belə pis parçalar da var. Gəl, başladı. Gəl. Yavaş Yavaş. Sağlar, məncə maraqlı bir kadr yaranacaq. Hamısını sizə bir-bir göstərəcəyik. Xırda. Xırda taxılır. Sen de qırmızıdan taxın. Bax. Xırda indi uşaqlar, həm çox yüksək necə baş salmışsa, çox dəqiqəli video da ata bilmirik. Ona görə hissə, ona görə sizdən üzr istəyirik. Hamısı zamanında düzələcək zaten, narahat olmayın. İndi xırda düzəldib, təzədən sizlə bölüşəcəm, narahat olmayın. Ta-da-da-da-dam! Uşaqlar, hələ bitməyib. Bir dənə baxın siz Allah, bir dənə bu dizayna baxın, bu quruluşa baxın. Hamısını mən Həqiqətən, 5 barmağın 5-ində də məharət vardı həqiqətən. Düz demirəm, rəfiqə, nətər qurdun? Xoşuma gəldi. Uşaqlar, mən ağa müəllimi göstərim, o da qurdu. Fikir mənə deyən. Bəyəndiniz uşaqlar, hələ davam edirik. İndi elə bir ki, baxın. Al, sağa müəllimə. Hərdə İngiliz sayılı uşaqlar biləsini aparmışıq. İndi bu tərəflərdən bu ustalar asacaq. Bir dənə deyildi, o tərəfi dolduracaq. Elə nəfər dediysən, xoşunuza gəldisə, mütləq, həqiqətən bu videonun yorumlarını 1000-dən çox, like-ı da 15 mindən çox istəyirəm. Videonun özünün də izlənməsini 1 milyon istəyirəm. Həqiqətən, bax, 1 milyon izlənsə, mənim yeni il hədiyyəm üçün bunu qəbul edəcəm, izləyicilərin tərəfindən. Mən ki, bunlardan atam. Yox, onlar hələ o tərəfdə. Başlayaq. Oradan qoş. Yavaş taxırıq. Bir. Ben de onu taxdım. Bundan taxmayacağım, mən bəyənəm. Ben bundan taxacağım, bundan. Ben siz sən taxırsınız. Tax, yox, güzel. Sonra mən nə taxıram, sizin deyil.
Yerlərdə bilirim mən. Təzə işimiz uşaqlar yolkanla da bitmir. Bizim hələ orada çoxlu avadanlığımız var. Baxın bu logoya gözəl bir yeni il havası yaradacağıq. Burada daraqlara yeni il havası falan yaradılacaq. İndi tam qutaraq narahat olmayın. Bunu yerinə yerləşdirəcəyik. Bu orada olacaq. Çünki uşaqlar buradan rəqs falan deyəndə buradan yanından gələndə arxada yolkamız çox gözəl və arxa fonumuz çox gözəl yeni il havasını bürünəcək inşallah. Zaten mənim abadokum nə fərqi? Abadokunu da bəyənsəz rəqdən yorumda da bunu bildirərsiniz. Yenidən görüşəcəyik sizinlə. Dəqiqə. Dəqiqə müəllim. Dəqiqə. Hə, Şaxta babamızın başı gediblərsə. Yenidən görüşənədək. Görüşəcəyik. Yandı uşaqlar. Dəqiqə. Hə. Görüşənədək. Uşaqlar baxın. Hə uşaqlar indi baxın. Bizim görün nə gözəl. Nə gözəl. Bunlar nə gedir? Buzlarımız var. Kristal. Kristal, buzlar. Son nöqtəni qoyuruq yavaş-yavaş. Bax, bunu da mən bura taxıram. Sərgəli şəkildə. Dəqiq bunun yanında, bir bu yolkanın yanında bir də qəşəng. Görək. Belə yuxarıdan aşağı gəlsək. Bu tərəfdən belə aşağı. Oba, əla. Qəşəng. İndi bizim nəyimiz qaldı? Ulduzumuz. Ulduzumuz qaldı. Ulduzumuz. Bəlkə ulduzumuzu. Mən taxa bilərəm. Ulduzumuz da tam. Keçmir. Keçmir. Ta. Ulduzumuz da tam. Əla. Əlaçı. Baxar. Ye. Aferin. Nəysə, burasını şey deyərik. Uşaqlar! Gəlib baxın ulduzumuza. Biz qaldı. Oy! Tam səyəzandan ola bilər. Gözəl. Baxar elə. Bu tərəfdən gəlsək. Hələ qar yağmırdı, ona görə indi ulduzumuz düşüb aşağı. Yəni qar yağandan sonra düşləşəcək. Düşün olacaq. Mən bir dənə, mənim o parlaq əlim dəysin, düzələcək. Bəs çox qırmır deyəm. Bundan artıq gedir. Hə, uşaqlar indi bunu da düzəldik. Bunu indi bu yolkanı qoyacağıq bura. Ondan sonra yavaş-yavaş keçəcəyik bura. Yenidən görüşəcəyik. Uşaqlar, deməli, neynədik? Sizdən xəbərsiz bir iş gördük. Baxın bir dənə bu dekorasiya. Baxın, bunlar hamısı ayrı-ayrı alınan şeylər. Bu zəri ayrı alınıb, toplar ayrı alınıb. Prosta düzəlməyini niyə görə göstərməli? Çünki belə səhifəmizdə oğurçular çoxdur. İfadəmə görə üzr istəyirəm. Oğurçular çoxdur və oğurluyurlar bəzi şeylər. Ona görə onu belə hazır vəziyyətdə düzəltdik ki, bəzi insanlar görməsin. İnanıram ki, siz dəyərli izləyicilərimiz bəyəndiniz bu dekorasiyanı. İndi son toxunuşlarımız qalır. Bəlkə sən ged ora, mən də bura. Üç deyəndə bura. 1, 2, 3. Sağ ol. Özümüzün alqışlayaq. Məncə çox qəşəng oldu. Yolkamız, həqiqətən burada başqa bir ab-hava yarandı. Çox qəşəng oldu. Şaxta babamız öz gözəlliyini, öz sözünü deyir. Həmişə kimi. Mənim qardan adamımız da sözünü deyir burada. Uşaqlar, sizcə Şaxta baba qəşəng görsənir, yoxsa qardan adam? Məncə qardan adam, uşaqlar. Obşim, siz onu özünüz bildirərsiniz. Həqiqətən gözəl bir ab-hava yarandı. Bəlkə nə demək istəyərsən bu videoya, bu mənzərəyə? Əladır demək istəyirəm, amma başda da bunu demək istəyirəm ki, buradan TikTok səhifələrimizi, Instagram səhifələrimizi qoyacaq bura. Ağa müəllimlə bizi takip edib, abunə olub, bildirimləri açmağı, like atmağı unutmursunuz. Bol-bol like atın, aşağıda həvəslə də like atın. Həqiqətən uşaqlar, hal-hazırda saat neçədir, mən ona baxım. Saat hal-hazırda 22:48-dir və biz saat, sizə deyim, saat 2 tamamdan küçələrdə oranı almaq, bunu eləmək, xırda-xırda bütün sədrəyin hər yerini gəzib, gəlmişik zala və o probkanla, o əziyyətlə, o zülümlə gəldik, axır ki, xırda-xırda bir-bir yığmağa başladıq.
ki, nəyə görə sizin gönlünüz xoş olsun videolara baxanda, fərqliyi görəsiniz. Əlimizdən gəldiyi qədər, hər zaman mən bu vurğulamışam ki, hər zaman əlimdən gəldiyi qədər tələbələrimə fərqli videolarla sizlərin qarşısında olmuşuq və bunun üçün çalışmışam hər zaman. İndi də o videolardan biridir. İnanıram ki, bəyənərsiniz. Allah hər kəsə belə bir gözəl səhnət bəxş eləsin. Allah hər kəsin ürəyinə görə versin. Şükür Allah, heç kimdən bir düşmənçiliyimiz yox. Həmişə özümüz, öz qüvvəmizlə hara qədər irəli, davamiyyətlə. Tək xahişim ondan irəli gəlir ki, zəhmət olmasa, Rəfiqə neçə min abunən var? Bilmirsən? Rəfiqə abunəsini bilmir. 500, 10 min. 10 min? 10 min bilməm, indi neçə mindirsə uşaqlar. Hər kəs Rəfiqəyə də abunə olsun. Bizim də kanalımız bilirsiniz ki, 400 minə çatır. Allahın izni ilə girirsiniz bu videodan sonra. İnanıram ki, əziyyətimiz yerdə qalmaz. Qoşulursunuz, abunə olursunuz kanalımıza. İnanıram ki, əziyyətimiz yerdə qalmaz. Girirsiniz, kanallarımıza abunə olursunuz. Rəfiqə 13 mindən çox abunəsi var. Girirsiniz, onun da kanalını 20 minə çatdırırsınız bu videodan. Mənim də kanalımı 400 mindən yuxarı abunəyə az qalıb. Girirsiniz, videolarımıza like atırsınız. Kanalımıza abunə olursunuz. Həqiqətən vlog çəkməyimizdə səbəb bu videodan sonra bilinəcək. Çünki gözəl izlənsə, gözəl bəyənsəz, bundan sonra daimi vloglarımız gələcək. İnanıram ki, bəyənmişsiniz. Gələn vloglarda görüşənə dək. Amma uşaqlar, mən bir şey demək istəyirəm, görüşməyədir. Ağam əlimin də TikTok səhifəsini, mənim də TikTok səhifəmini buradan qoyacaq, Instagram səhifələrini. Orada zəhmət olmasa takip atmağı unutmayın. Bir də abunə olub, videoya like atmağı, bildirimləri də açın ki, biz nə vaxt video atanda biləsiniz. Neyin eləyirik, sağollaşırıq. Sağ olun.